Beyin haqqında bilmədiyiniz bir çox faktlardan birini bugün deyəcəm sizə. Yuxu. Ümumiyyətlə beyində informasiyası olmayan bir şey haqqında biz yuxu görmürük. Yəni mütləq o hadisəni biz nə vaxtsa bizə ya nağıl kimi danışıblar, ya hansısa filmdə görmüşük, ya hansısa kitabda oxumuşuq. Bir sözlə, şuuraltıda o informasiya yoxdursa beyin onu yuxuda görə bilməz. Yuxu görürük. Uzanmışıq, rahat yorğan döşəkdə, yumuşaq, fiziki bədən tam rahatçılıq içində və yuxu görürük. Qəflətən yuxudan oyanırıq. Bütün yuxuda gördüyümüz hadisələrin nəticəsində bədən sanki qaçmısan, tər su içində, döyüblər səni. Bütün yuxuda gördüyüm bütün proses sanki olmuş kimi beyin yaşadır bizə. Beyin, yəni bütün ağrıları, yorğunluğu, hər bir şeyi beyin bizə yaşadır. Və beyin öz gördüyü yuxuya inandığına görə bizim bədənimizə məhz o kimyəvi maddələri ifraz edərək bizi olmuş kimi, yəni qəbul edərək bizi o hala salır. Hətta 3 gün biz onun 2 gün ağrısından, təsirindən çıxa bilmirik. Beyin həqiqətlə xəyalı, yuxunu ayırt eləyə bilmir. Ona görə də düşündüyünüz hər şeyi beyin hadisəni olmuş kimi real qəbul eləyir və yorğunluğu, əzginliyi yaradan kimyəvi fermentlər ifraz eləyir.